Aha. Biz müəllimlərin psixologiyasını yoxlamaq məqsədi ilə bax bu tipdə suallar verilmişdi ki, məsəl üçün tez özünüzdən çıxan birisiniz, yoxsa soyuqqanlısınız? Daha sonra tutalım ki, səliqəliliyiniz, səliqəsizliyiniz barədə məsəl üçün suallar verilmişdi. Məsələn, çoxmu mükəmməl bir insansınız? Ətrafdakılar bunu sizə söyləyincə siz razısınızmı bununla? Özünüzü hamıdan fərqlimi hiss edirsiniz? Bəs hansı hallarda özünüzü lazımsız hiss edirsiniz? Hansı hallarda deməyək, ümumiyyətlə bəzi hallarda özümü lazımsız, vacib, yəni olmayanda əhəmiyyətsiz biri kimi hiss edirəm. Bax bu tipdə. Siz təbii ki, bu cür tipdə baxırsınız ki, birinci olaraq sizdən mənfi tiplimi soruşur, müsbət yönümlümü soruşur. Təbii ki, məsələn, burada ən əxsus, ən vacib olan, məsələn, belə bir sual diqqətimi çəkmişdi ki, böyük məbləğdə pul vermələrinə baxmayaraq rüşvət almazdım. Təbii ki, bunun başqa bir versiyasında keçən il qəbulda salmışdılar ki, daha çox rüşvətlə bağlı. Yəni, görün bu müəllimə rüşvətə meyilli bir müəllimədir. Yəni, qarşılığını tez arayan bir müəllimədir. Yoxsa ancaq təmənna güdmədən, heç bir təmənna güdmədən sırf öz işinə, peşəsinə köklənən bir müəllimdirmi? Yəni, bunu daha çox onlar psixoloji yönümlü müəllimin beynini, psixologiyasını, düşüncəsini yoxlamaq məqsədi ilə bugün bu sualları tərtib edirlər. Yəni, belə baxanda qıraqdan isə, nə rahatdır. Düzdür, bu nəzəri bir suallar deyil müəllimlər. Yəni, bu bağça mix sertifikasiyadan fərqli olaraq bugün biz burada nəzəriyyə keçmirik. Nəzəriyyəni biz nə vaxt keçəcəyik? Müsahibə mərhələsində. Çünki müsahibə mərhələsində bizim olduqca məktəbə qədər təhsil üzrə nəzəri biliklərimiz olmalıdır ki, biz sabah müsahibədə bizə o suallar ünvanlananda, məsəl üçün dəyərləndirmə nədir? Uşaq inkişafını necə qiymətləndirirsiniz? Məsəl üçün, diaqnostik qiymətləndirmə nədir? Yekun hesabat nədir? Şəxsi inkişafı izləməni necə aparırsınız? İlliyi perspektivi necə yazırsınız? Carini necə yazırsınız? Məşğələni necə qurarsınız? Bunların hər biri məktəbə qədər təhsil sayəsini təbii ki, peşəsi, ixtisası məktəbə qədər təhsil olan tərbiyəçi müəllimlər daha gözəl bilir, nəinki qeyri-ixtisaslar. Düzdürmü? Ona görə də qeyri-ixtisas müəllimləri üçün təbii ki, biraz çətin olacaq. Ona görə də onlar tam öz üzərində çalışmalıdırlar ki, məhz müsahibə mərhələsində doğrudur. İndi qeyri-ixtisas müəllimləri, məsələn, keçən ildə qeyri-ixtisas müəllimləri var idi ki, onlara düzdür, öz ixtisaslarına, məsələn, müəllim var, texnologiya müəllimidir. Öz sahəsi ilə də bağlı suallar verirlər təbii ki, texnologiyaya da toxunurlar və yaxud da ibtidai sinif müəllimi olsa da, ən azından ibtidai sinif müəllimi də uşağın axı psixologiyasını bilir, şagird psixologiyasını. Ona görə də, yəni, bu tipdə, yəni bizim nəzəri biliklərimizi, nəzəri və praktik biliklərimizin tətbiqi müsahibə mərhələsində olacaq. Bizə komissiya üzvlərinin onlayn formatda qarşı tərəfdən ünvanladığı suallar vasitəsilə. Amma bugün biz test mərhələsində birinci bizim qabağımızı kəsən test mərhələsidir. Çünki test mərhələsindən keçməkdir ən əsas mərhələ ki, biz müsahibəyə buraxılaq. Testdən də uğurlu bir nəticə əldə etmək üçün bugün bu tipdə testləri biz çox rahatlıqla, çox belə deyək, mükəmməl şəkildə, operativ şəkildə öhdəsindən gəlməyi bacarmalıyıq, vaxt itirmədən. Yəni, bax, bu tipdə, bax, məsələn, planlı iş görməyi sevirsinizmi? Təbii ki, tamamilə razıyam. Çünki burada niyə tamamilə razıyam götürəm? Razıyam da versəm səhv çıxmaz. Əslində, bu tip suallarda müəllimlər, biz doğru variant B-dimi, C-dimi, D-dimi deyə axtarmamalıyıq. Məsələn, müəllim var ki, deyir ki, az planlıyam, yəni o qədər də plana önəm vermirəm, sadəcə razıyamı götürürəm. Burada razıyam sizin %100 razıyam deməyiniz anlamına gəlmir. Çünki B variantının razıyamı biz bilirik ki, az da olsa razıyam. Yəni, yarı-yarıya da belə deyək də, haradasa 100%-dən ortalama bir 50-60%-ni təşkil edir. Amma tamamilə razıyamı götürəndə biz %100, təbii ki, %90-99% qətiyyətimizi bildiririk ki, biz bəli, razıyam. Hətta yəni bu tamamilə yəni o dərəcədə razıyam ki, yəni mənim planıma söz ola bilməz, mənim belə deyək də sistemliliyimə, ardıcıllığıma söz ola bilməz ki, mən işimi ardıcıl, sistemli quran, əvvəlcədən işimi planlaşdıran birisiyəm. Eyni zamanda, yəni bax bu tipli testlərdə məsəl üçün qərarsızam olanda, qərarsızam variantını mən keçən dəfə də qeyd etdim ki, müəllimlər burada ola bilər qərarsızam da verər. Elə də ola bilər ki, C variantını verər neytral. Yəni neytralam. Neytral sözü bu o deməkdir ki, yəni nə həyəm, nə yox.
Yəni mən bu gün bilmirəm ki, bu suala nə cavab verim. Məsələn, hə də deyə bilərəm, yox da deyə bilərəm və yaxud da heç deyə bilmərəm. Yəni mənim bu suala cavabım bir sözdən yoxdur. Nə hədir, nə yox. Yəni qərarsız bir insanam. Qərarsızdan hər zaman qaçmaq lazımdır. Qərarsız o sualın ki, siz cavabını net olaraq deyə bilmirsinizsə, fikirləşib düşünənə qədər ümumiyyətlə buraxın o sualı. Heç qərarsızamı C variantını işarə eləməyin və yaxud da neytralı. Çünki o zaman baxacaqlar ki, bu müəllim hələ də bu yaşa çatıb özünü demək tam da tanıya bilmir və atdığı addımlardan bu gün bir sualı cavablandırmaqda çətinlik çəkir. Hətta qərarsızdır. Yəni net bir fikir bildirə bilmir bu müəllim. Ona görə də razısınızsa razıyam və yaxud da razı deyiləm. Məsəl üçün ev almaq üçün oğurluq edərsinizmi? Təbii ki, qətiyyətlə razı deyiləm. Artıq burada razı deyiləm yox, razı deyiləm o deməkdir ki, hardasa eləyərəm çarəsiz qalsam. Bu o deməkdir. Ona görə siz burada artıq bu belə mənfi tipli, konkret mənfi tipli suallar olanda siz qətiyyətinizi bildirməlisiniz ki, bəli, qəti şəkildə razı deyiləm, yəni. Aha. Yəni bu tipli belə deyək də suallarda diqqətli olmaq lazımdır. Bu biz belə deyək də daha sonra artıq 30-cu sualdan sonra bu gün sizə yeni suallar göndərmişdim. Hardasa 30-50 arası sualları. Məsələn, burada artıq biz icma haqqında testlərə keçdik ki, çünki 30-a qədər sırf müəllim yönümlü testlərə baxdıq. Sırf müəllimin psixologiyasını yoxlayan. Məsələn, yanğı zamanı həyəcan keçirirsiniz. Məsələn, hobbiniz nədir? Sərgiyə getməyi sevirsiniz. Tutalım ki, ensiklopediyanı vərəqləməyi sevirsiniz. İncəsənətə meyillisinizmi və s. Amma bu gün artıq 30-cu sualdan sonra keçid alıram sırf icmanın əsaslarına ki, bu gün məsəl üçün deyirəm ki, icma əsaslı təhsil uşaqlara birlikdə qərar vermə bacarığı formalaşdırır. Hansı cavabı götürərəm burada? Buyurun. Tamamilə razıyam olur. Aha, tamamilə razıyam. Birlikdə qərar vermə bacarığı əslində razıyam da verə bilərsiniz burada. Tamamilə razıyam da verə bilərsiniz. Çünki razıyam bu mənada ki, təkcə qərar vermə bacarığı yox. Uşaqlarda şəxsi və sosial məsuliyyəti formalaşdırır. Uşaqlarda yaradıcı düşünmə bacarığı formalaşdırır. Uşaqlarda ən əxsus sosial bacarıqları formalaşdırır. Çünki bir uşağın çevrəsi, icmada bir uşaq bir qrup daxilində əməkdaşlığa yiyələnməzsə, belə deyək də, qrup adı gələndə gözümüzün qabağına sosiallıq gəlir zaten, ünsiyyət, kommunikasiya gəlir. Ona görə də bugün uşağın sosiallaşma amilləri olduqca vacibdir. Bu istər bağçada olsun, məktəbə qədər təhsildə, istərsə də icma qruplarında. Ona görə də burada biz razıyam və yaxud da tamamilə razıyam, hansını istəsəz götürə bilərsiniz. Eyni zamanda digər testləri, məsəl üçün, maraqlı bir test burada tapaq. Məsələn, valideynlərin təşəbbüskarlığı və qayğısı icma təhsil prosesinə mənfi təsir göstərir. Cavabınız nə olar? Qətiyyən razı deyiləm. Bəli, əlbəttə ki, qətiyyən razı deyiləm. Niyə? Çünki mənim icma daha çox elə işimiz valideynlər. Müsbət təsir göstərir də, yəni mənfi təsir göstərmir. Təbii ki. Yəni burada artıq mənfi təsir göstərməsi o deməkdir ki, mən bunu tamamilə razıyam və yaxud da razıyam götürsəm o deməkdir ki, mən razıyam bu fikirlə ki, deməli valideynlərin bu işə qayğısı, bu işə münasibəti, canfəşanlığı mənfi eləyir təhsil prosesimizi mənfiləşdirir. Niyə ki? Əksinə, valideynsiz biz necə uğur əldə eləyə bilərik? Bizim elə işimiz bilavasitə valideynlərdən keçir. Ona görə də bugün mənfi təsir göstərməni qətiyyətlə biz razılaşmamalıyıq. Aha, diqqətli olun həmişə mənfimi, müsbətimi soruşanda diqqətli olun ki, hara köklənim. Müsbətdirsə, müsbət fikrimi almaq istəyirsə, tamamilə razılaşa bilərəm. Mükəmməliliyimi istəyirsə, yəni belə deyək də, tam yaxşı formatda belə deyək, fikrimi çatdırmaq üçün müsbət yönümlü, tamamilə razıyam və yaxud da razıyam. Amma yox, mənfidirsə təbii ki, bu mənə əgər zərər yetirəcəksə, psixologiyama niyə mən təbii ki, razıyam, razı deyiləm deyil də qətiyyətlə razı deyiləm götürəcəksiniz. Aha, məsələn, deməli, icma əsaslı təhsil uşaqlarda ictimai dəyərlərin aşılanması, şəxsi və sosial məsuliyyət hissinin formalaşdırılmasına xidmət edir. Hansı cavab?
Hansı cavabı götürərsiniz burada? Tamamilə Razıyam razıyam olar. müəllimə. Aha, burada ictimai dəyərlər odur ki, biz deməli əxlaq tərbiyəsi, vətənpərvərlik belə deyək də, bir növ şəxsiyyət yönümlü didaktik prinsipinin bütün komponentləri, ictimai dəyərlər olduqca vacibdir, şəxsi sosial məsuliyyət olduqca vacibdir deyə burada razıyam yox, tamamilə razıyamı götürəcəm müəllimlər. Tamamilə razıyam. Düzdür, razıyam da götürsəz yanlış sizə baxmazlar təbii ki, çünki razısınız. Razı deyiləm olmaz. Buralardakı tərkib variantları çıxıram, amma tamamilə razıyam sizin tam belə qətiyyətinizi bildirir ki, yəni mən bunu basaraq deyirəm ki, %100 razıyam, yəni bu mənada. Sonra deməli, bax burada da var ki, məsəl üçün bu da müəllim yönümlüdür, çünki müəllimin psixologiyasını yoxlayır ki, başqası ağlayan zaman sizi də onun dərdinə şərik olub ağlamaq hissi tuturmu? Bax, bu tam fərqə dəyişən bir sualdır da müəllimlər. Elə insan var deyəcək ki, yox, mənə təsir eləmir. Mən biraz soyuqqanlı oluram. Başlayıram, niyə? Burada soyuqqanlı olmaq təbii ki, mənfi mənada deyil. Soyuqqanlı o mənadadır ki, qarşındakı həmin o insanın özünü pis hiss eləyən, vəziyyəti dəyişən, ağlayan bir insana mən ona görə soyuqqanlı davranıram ki, çünki o mənə baxsın, bir stimul tapsın, möhkəm olsun, yəni onu sakitləşdirmək məqsədi ilə. Yox, mən də ona qoşulub ağlasam, nə bilim, indi belə düşünənlər də var da, təbii ki, fərddən fərdə dəyişir. Qismən razı deyiləm olar müəllimə? Mən, Aha. Burada əslində qismən sözü müəllimlər, qismən razıyam, qismən razı deyiləm, elə razıyam, razı deyiləm mənasına gəlir. Çünki yenə də deyirəm, variantlarda olar ki, heç qismən verməz, razıyam verər və yaxud da razı deyiləm verər. Qismən o deməkdir ki, yarılama, nə tam razıyam, nə də tam razı deyiləm. Tam razı olmağınız sizin bu tamamilə sözündən asılıdır. Və yaxud da ümumiyyətlə razı deyilsinizsə %100 qətini götürəcəksiniz. Başqası ağlayan zaman, yəni qarşınızdakı siz də onun dərdinə şərik olub ağlamaq hissi tuturmu? Sadəcə razıyam deyə bilərsiniz. Qismən razıyam. Bəli, burada doğru cavab qismən razıyam olar. Yenə də deyirəm, qismən razı, siz niyə mən bugün müsbət mənada qismən razıyam götürdüm və yaxud da niyə razı deyiləm götürmədim? Ona görə ki, çünki məsələn bir insan kövrəlirsə, ən belə emosional vəziyyətini yaşayırsa, tutalım ki, o kömək üçün belə deyək də köməksiz vəziyyətdədir. Deyir, indi insan pənah gətirir mənə. Mən necə o insanı o vəziyyətdə qoyum gedim də, mən onun dərdinə şərik olmalıyam, ondan bir empatiya qurmalıyam. Burada sizin empatiya qurma bacarığınız yoxlanılır. Ona görə də siz burada tamamilə razıyamı vursanız da düzgün olmaz. Qəti razı deyiləm vurma o demək ki, sizin heç belə insanlıq duyğularından belə deyək də kənarsınız. Bunu heç götürməyin, Y variantını. Qismən də razı deyiləm, məsəl üçün vura bilərsiniz. Əslində elə insan var ki, deyir ki, ağlamaram da, ağlamaram, amma öz soyuqqanlığımı göstərərək münasibət, yəni köməyimi göstərərəm. O şərt o deyil ki, elə ağlayım ondan. Ağlamaq tuturmu? Qismən razıyam. Və yaxud da qismən razı deyiləm. Fərddən fərdə dəyişir. Burada B də, D də əslində olar müəllimlər. Yenə də deyirəm, siz bugün B-ni qoyub D-ni götürsəz, o demək deyil səhv götürəcəksiniz. Sadəcə olaraq tamamilə qəti, bir də qərarsız amma götürsəz, amma yanlış olacaq variantlar. Çünki burada yenə də deyirəm, razıyam və yaxud da razı deyiləm. Siz razılaşmasanız da belə o insanlar düşünməyəcək ki, bu müəllimə niyə məcburam, bəlkə heç ağlaya bilmirəm. Yəni o yenə də deyirəm, insanı o psixologiyasını biz o vəziyyətə düşməyə məcbur edə bilmərik. O içdən gələn duyğularla bağlı bir prosesdir. Baxır indi gedişata ki, görüm o insan hansı vəziyyətdə kədərlənib, onun dərdi nədir ki? Gedişat hadisə nədir ki? Əlbəttə elə hadisə olur ki, heç ondan qabaq mən özümü saxlaya bilmirəm. Yəni mən şəxsən mənə bu sualı versələr, mən deyərəm ki, tamamilə razıyam. Çünki mən dayana bilmirəm. Mən çox emosional bir insanam. Mən göz yaşımı saxlaya bilmirəm, yəni. Amma birbaş razıyamı götürərəm. Çünki tamamilə razıyam uyğun gəlmir əslində. Deyəcəklər ki, şablon götürür də, yəni. Razıyam ən unikal variantdır. Daha sonra yenə bu asudə vaxtlarımda tutalım kinoya getməyi sevirəm. Razıyam da verə bilərsiniz, razı deyiləm də. Məsələn, razıyamı vursaz sizin üçün daha müsbətdir ki, qismən razıyam.
Çünki mən həmişə getmirəm ki, kinoya. Söhbət asudə vaxtlarımdan gedir. Kinonu da sevmək, yəni sizin belə deyək də, incəsənət belə deyək də, yəni sizin filmlərlə bağlı, tutalım ki, hansı kinoda gedib hansı teatrımı belə deyək, teatrımı baxacam, seyr edəcəm və yaxud da hansısa bir bədii filmimi izləyəcəm. Yəni hansı yönümlü bir belə deyək də sənət əsəri izləyəcəm. Yəni onu sizin bilmək istəyir ki, görüm, yəni asudə vaxtınızı necə dəyərləndirərsiniz? Teatrla, kino ilə aranız necədir? Bax, bu da keçən ilki sualdır. Sevmədiyim insanları çox nadir hallarda bağışlaya bilirəm. Yəni insandan insana dəyişən bir sualdır yenə də təbii ki. Çünki hər müəllim hamı eyni deyil. Hər kəsin bir fərqli düşüncəsi var. Məsələn, mən tutalım ki, sevmədiyim insanı çox nadir hallarda, yəni ki, bu hər zaman olmur. Heç bəzi hallarda da olmur. Bəzi hallar budur ki, tez-tez təkrarlana bilər. Amma bu deyir çox nadir hallarda, yəni. Redki, üzr istəyirəm, yəni ruslarım söyləyir, redki olar ki, bağışlaya bilərəm. Yəni burada razıyam verə bilərsiniz. Və yaxud da tamamilə razıyam da olar. Çünki biz belə deyək də bağışlamaq əsas Allaha məxsusdur. Biz deyirik həmişə Allah bağışlasın. Təbii ki, biz kimi Allahın qulları. Yəni olur ki, insanıq da, niyə də olmasın? Yəni eləyə bilərik təbii ki, qismən razıyam. Razıyam normal, unikal cavabdır burada. Razıyam. Sevmədiyim insanlara qarşı çox əsəbləşirəm. Məsəl üçün, burada çox əsəbləşirəm də bəzən müəllimlər razıyamı götürür. Amma mən bunu 2025-ci ildə keçən ilki test imtahanında mən burada razı deyiləm. Vurdum ki, çünki mən əsəbləşmirəm. Yəni bilmək istəyir ki, görüm ki, ümumiyyətlə bu necə insansınız? Yəni əsəbiliyiniz pik həddədirmi? Orta həddaşı əsəbi olmayan insan yoxdur. Biz durub burada qəti razı deyiləm vursaq yanlış olacaq. Çünki indi əsəbsiz insan yoxdur. Yəni artıq deyəcəklər ki, bunlar sırf testdən keçmə xətrinə şablon ifadə ilə, yəni variantları işarələyib də müəllimlər. Yəni onlar hər tərəf artıq baxan kimi bilirlər müəllimin psixologiyasını. Artıq 50 sualınızdan artıq biləcəklər. 100 sualın içindən təqribi 50 testin cavabından biləcəklər ki, hansı psixologiyadasınız, sırf imtahandan keçim xətrinəmi bu cavabları seçmisiniz, yoxsa öz yanaşmanıza əsasən vurğulayıb bu variantı götürürsünüz. Məsələn, sevmədiyim insanlara qarşı çox əsəbləşirəm. Adamlar deyir ki, bəli, razıyam, tamamilə razıyam da. O insanlar mənə qıcıq gəlir də. Mən necə əsəbimi cilovlamayım? Ax, cilovlaya bilmirəm. Əsəbləşirəm, özümdən asılı deyil. Yəni, tamamilə razıyamı götürür. Elə insana var, deyir, qəti razı deyiləm. Mən ümumiyyətlə əsəbləşmirəm. Bu artıq düzgün gəlmir, yəni. Mümkün deyil ki, sən əsəbləşməyəsən. Çünki ən azından sənin o insanı əgər sevmirsənsə, içindən o insana qarşı bir, belə deyək də, yaxşı mənada o yoldaşlıq duyğuların falan, yəni sevmirəm də, məcbur deyiləm ki, hər insanı sevim, bəyənim. Ona görə də mümkün deyil ki, məsələn, burada qismən razı deyiləmi vurdum ki, nə az, nə çox, yəni. Yəni, ola da bilər, olmaya da bilər. O mənada ki, təbii ki, insanım, yəni. Əsəbləşə də bilərəm, əsəbləşməyə də bilərəm. Ortalama bir variant götürdüm ki, qismən razı deyiləm. Aha. Başqa sualınız varsa bu tipli testlərlə bağlı müəllimlər, buyurun. Çünki keçim açıq suallarında izahını verim. Buyurun. Sizə qaranlıq qalan varsa, buyurun müəllimlər. Xeyr, müəllimə çox sağ olun, aydındır mənə. Aha, çox rahatdır. Yəni bu belə sualların üstündə düşünürəm. Mənə də aydındır müəllimə, çox sağ Vaxtınızı olun. itirməyə dəyməz. Əsas biz köklənməliyik açıq tipli suallara. Və açıq tipli suallarda da belə qeyd eləyim ki, dediyim kimi 3 formada 3 ədəd, yəni açıq tipli sual olacaq. Bax bu sual keçən ilki sualdır. Yəqin keçən il bilmirəm icmada iştirak edən müəllimlərin yadına düşər bu sual. İcma qrupunda ilk gündür. Uşaqlar yeni məkana və müəllimə alışmayıb. Bəziləri ağlayır, digərləri valideynlərindən ayrılmaq istəmir.
Bəzi uşaqlar sizə sərbəst davranaraq oyuncaqları atır və yaxud da nəsə bir qarmaqarışıqlıq yaradır ki, və digər uşaqlar da, yəni bu cür vəziyyət digər uşaqlarla da konfliktə gətirib çıxarır. Yəni bunu demək istəyir. Valideynlər də yəni bu vəziyyətdən narahatlıq keçirir və müəllim isə yaranmış xaosun qarşısını almağa çalışır. Ümumi bir sual budur ki, siz müəllim olaraq bu ilk gündə yaranan xaosu necə idarə edərsiniz? Yəni belə deyim də, siz müəllimsiniz, icmaya işə qəbul olunmusunuz və icmada ilk iş gününüzdür. Necə ki sizin üçün ilk iş günü olduğu kimi, eləcə də uşaqlar üçün ilk dərs təhsil günüdür də, belə deyək də, məşğələ günüdür. Uşaqlar da bax sizə də çətin olacaq, çünki ilk dəfə adaptasiya problemi müəllim özü də yaşayır təbii ki. Alışana qədər, o uşaqların belə deyək də uyğunlaşana qədər, ən azından bir metodlara, prosesə, idarə etməyə alışana qədər, hələ o uşaqlarla demirəm. Ona görə də sizə də çətindir, eyni zamanda körpə uşaqlara da çətindir. Və burada artıq ilk gündə yaranmış bax bu xaos ki, vəziyyət ki var. Yəni xaos nədir? Qarışıqlıq və yaxud da səs-küy olsun. Yəni bu cür xaosun qarşısını almaq üçün siz müəllim olaraq necə yanaşarsınız? Kimsə istəyirsə bu suala cavab verə bilər. Buyurun müəllimə, əl qaldırmısınız. Cavab vermək istəyirsinizsə buyurun. Çalışın sizlər bir fikir bildirin ki, müəllimlər siz burada öyrənirsiniz də. Yəni bunun hamısını mən danışmaq istəmirəm də. İstəyirəm ki, bir siz də fikir bildirəsiniz. Olar Müəllimə bir Üzr istəyirəm müəllimlər. Tüzay müəllimə üzr istəyirəm. Siz icmaya işə qəbula verəcəksiniz. Çox istəyirəm. Xeyr müəllimə, sadəcə maraqlı oldu deyə ona görə istəyirəm cavab verəm. Çox üzr istəyirəm. Bir də mən o icmaya işə verəcək müəllimlərin bir dənə fikrini bilim. Sonra sizin fikrinizi alacağam. Çünki onlar hazırlaşırlar. Çoxsu sıfırdan başlayıb bilmirlər. Aha, çox sağ olun anlayışınız üçün. Yəni mən bilmək istəyirəm, görün bax bu sualı. Bax test mərhələsinə gedəcəksiniz. Bu sual sizin qabağınıza çıxsa necə formada başlayacaqsınız yazmağa? Əvvəl beynə bir fikir gəlməlidir ki, əl yazsın da, elə deyilmi? Aha. Buyurun indi. Müəllimə fikir bildirim. Olar. Bəli. Demək, əslində mənim belə bir necə deyim, oputum yoxdur, amma mən belə düşünürəm, yəni kiçik yaşlı uşaqlar olduğuna görə əlbəttə ki, bəziləri valideynlərindən aralaşmayıb ağlamağa başlaya bilər və yaxud siz dediyiniz kimi qarışıqlıq ola bilər. Aha. Yəni ilk əvvəl yəni son dəqiqəlik icazə verərəm valideynlər yəni gözləsinlər, yəni həmən qoyub uşaqlarını ağlayaraq çıxmasınlar. Və tədricən o əsnada da çalışaram kiçik yaşlı uşaqların fikrini necə özümə cəlb edə bilərəm. Yəni oyunlar onların fikrini özümə cəlb etmək üçün oyunlar, rəngli nələrsə əvvəlcədəndən düzəldərək və yaxud oyun bir şəklində onların fikrini özümə cəmləndirib və yavaş-yavaş oyunlarla onların deməli o necə deyim, həm fikirlərini cəmləndirərəm, həm özümə qarşı güvənlərini qazanmağa çalışaram ki, yəni öyrəsinlər. Yəni bu şəkildə. Başqa bir düzü ağlıma fikir gəlmir. Oyun necə oyun quraram deyə oralarını düşünməmişəm, amma 3-4 yaşlı uşaqlar üçün cürəbəcür oyunlar var da, yəni əsasən ilk başlanğıc necə oyunlar, belə deyim, əsas oyunda rahat olardı. Bir də məhsuldar fəaliyyətlər deyirik biz buna. Bu məhsuldar fəaliyyətlər bizim təsviri fəaliyyət məşğələmizdir. Bilmirəm, sizin ixtisasınız nədir? Mən biologiyanı bitirmişəm. Aha, qeyri-ixtisasdır. Təsviri fəaliyyət məşğələmizdə, bax biz məsəl üçün rəsm olsun, aplikasiya olsun, yapma, quraşdırma olsun, biz sakit tipli fəaliyyətlər ki veririk. Bax rəsm çəkmək o qədər uşağı sakitləşdirir. Rəsm çəkmə verə bilərsiniz. Yəni bu 3 yaşında olsun, 5 yaşında olsun, problem deyil yəni. Rəsm çəkmədir, tutalım ki, adi plastilinlə maraqlı bir necə deyim, fəaliyyət təşkil edə bilərsiniz uşağın diqqətini çəkəcək formada. Tutalım ki, hansısa bir oyun təşkil edə bilərsiniz ki, gəlinciklərlə danışma oyunu. Məsələn, kuklalarla, gəlinciklərlə danışıq oyunu təşkil edə bilərsiniz. Çünki bunu kiçik qruplarla
təşkil eləsəz daha məqsədə uyğundur ki, uşaqları heç olmasa bir iki yarım qrupa böləsiz ki, onlarda diqqət dağılmasın, hər kəs öz qrupuna diqqəti yönəlsin. Daha sonra belə deyək də, həm belə deyək, praktik formada ki, mən tapşırıqlarımı ki verirəm uşaqlara, uşaqları sakitləşdirmək üçün, bir yerə yığmaq üçün, yəni yarım qrup şəklində təşkil eləyirəm. Eyni zamanda ağlayan ki, o körpək uşaqlar ki olsun, təbii ki, birinci, ikinci körpələr deyirik. Həmin uşaqlara belə deyək də, siz öz emosional münasibətinizi, sosial-emosional inkişaf sahəmiz var, bizim 4-cü inkişaf sahəmiz. Sosial-emosional inkişaf sahəsi olaraq siz empatiya qurmalısınız həmin körpələrdən, sırf ağlayan uşaqlarla ki, qucaq açaraq, yəni ən azından bir evdə anasından gördüyü o qayğının heç olmasa bir %80%-ində sizdən görsün ki, uşaq sizə öyrəşsin yavaş-yavaş. Uşaq qoy sizdən utanmasın, çəkinməsin, ən azından qorxmasın, özünü evdəki kimi o 2 saat yarım ərzində rahat hiss eləsin icmada. Ay sağ olun. Yəni uşağı da sərt şəkildə yox təbii ki, danlamadan yox. Yəni o yavaş-yavaş, yəni uşağın belə deyək də, o qəlbinə yol tapmalıyıq. O alternativ davranış yolları ki var, biz bunu müsahibədə keçəcəyik. Həmin o alternativ davranış yollarını təlimatlarla təbii ki, sözlü, şifahi, verbal təlimatlarla uşağı başa salmalıyıq təbii ki. Ay sağ olun. Yəni belə deyək ki, Mən başlayayım, bir sual verə bilərəm. buyurun. Mən indi qoşuldum dərsə, gecikmişdim. Siz səs atmışdınız qrupa ki, sertifikasiya imtahan verənlər qoşulmasın. Məlumatda bu sual Bir də icazə yox. verəcəm sizin sualınıza. Elə bildim sualla bağlı soruşursunuz, dərslə bağlı. Yox, mənim xeyr. Dedim, yəni olmazsa qoşulmayayım da, ona görə soruşdum. Siz işləyən müəlliməsiz. Bəli, bəli. Müəllimə, əgər vermək istəyirsinizsə imtahan icmaya, Bəli. niyə qoşulmursunuz? Qoşulun. Amma da sonrasını bilmirəm də, buraxarlar, buraxmazlar siz imtahanı, bilmirəm yəni. Çünki keçən il 2025-də biz bunun şahidi olduq. Nə qədər müəllimə imtina gəldi, heç test mərhələsinə buraxılmadılar. Çünki qeydiyyatdan keçir sizi, vakansiya çıxacaq o heç. Qeydiyyatdan hamı keçir. Minlərlə müəllim keçəcək. İnanın ki, hardasa o minlərlə müəllimin nə qədərini kəsəcəklər ki, çünki indi məsələn bu il deyilən 1000 vakant olacaq. 1000 plus əgər uşaqdırsa, təbii ki, bu da 1000-dən yuxarı müəllimin vakansiyası deməkdir. Yəni işlə təmin olunması deməkdir. İnşallah ki, olar valla, nə deyim, bəlkə elə uyum oldu. Çünki keçən il birinci işsizləri qabağa saldılar. Yəni dövlət işində işləyənləri İcazə yox. Onda mən bəli. Ona görə deyirəm ki, amma ola bilər ki, məsələn, qismət, yəni bunu amma ən azından testdən keçirsələr belə sizi müsahibədə sizdən soruşacaqlar hamısını ki, neçə ildir işləyirsiniz, bəs bağçada, bəs icmada necə olacaq, ştat söhbəti, saat söhbəti, necə çatdıracaqsınız və sair axır oje soranın məsələlərdir də yəni. Amma belə %100 vermək istəyirsinizsə, buyurun hazırlaşın. Mənim qruplarım, ödənişsiz dərslərim hamının üzünə açıqdır. Yəni o mənada demirəm. Aysa, yəni mən ona deyərdim hazırlaşmaq, ona görə dedim. yox hazırlaşırsınızsa buyurun. Yox, əgər imtahan verməyəcəksinizsə deyirəm ki, həmin müəllimlər burada bilməzlər, qrupu səhv salarlar. Yəni bu qrup sırf icma üçündür də, sertifikasiya üçün deyil. O mənada vurğulamışam orada səsdə. Aydınlıq gətirmək istədim. Aha, Axşamınız xeyir müəllimə. axşam. Bu miqdə də keçərlidir. Belə, yəni mən icma da vermək istəyirəm, eyni zamanda miqə də. Verə bilərsiniz. Verə bilərsiniz. Hələ miq imtahanı bilinmir nə zaman olacaq, icma tez olacaq. Bəli. Yəni mən bunu bilmək istəyirəm ki, birinci icma əsaslıya verəndə, ondan sonra miq olacaq da inşallah. Miqdə bir problem yaşamayacağam ki. Siz inanın ki, bax keçən il mən özüm icmada, mən çox gözəl testdən doğru qazandım, hətta müsahibədən də. Müsahibədə mənə dedi ki, bəs siz axı özlə mən inanırsınız, keçən avqustun 29-unda miq imtahanı oldu. Oradan balım da görünür də, görüdülər ki, yüksək bal yığmışam və mənə müsahibə də oldu. Bilmirəm nə zaman oldu, səhv eləmirəmsə miqdən sonra oldu. Sentyabrın əvvəli idi falan. Dedilər ki, bəs siz miq imtahanı da vermisiniz axı. Dedim, bəli, mənim ixtisasım budur. Yəni dedilər ki, bəs heç bir şey demədi, amma bir söz demədilər açığı deyim, amma başqa müəllimləri sıxışdırıblar ki, bəs necə olacaq həm icma, həm miq? Necə idarə eləyəcəksiniz həm bağça, həm buranı?
Yəni bunlar arxain olmalıdırlar ki, bilmək istəyirlər ki, görün müəllim davamlı iş prosesinə, yəni işinə davamlı gələ biləcəkmi? Bu uşaqlar, yəni yarım qoymamaq üçün proses belə deyək də gecikməsin. Yəni çox narahat olurlar ki, hətta yəni davamlılıq ki, yəni müəllim yarım qalmasın, bu uşaqlar falan, yəni indi bir şey də var ki, elə sonranın məsələsi var. Yəni müsahibədən falan keçəndən sonra siz elə öz qrupunuzda uşaq falan yığacaqsınız. İndi onlar da verəcəklər təbii ki, amma var, yəni belə şeylər də var. Əsas düzdür, problem deyil, onlar sonranın məsələsidir. Mövzudan kənara çox çıxmaq istəmirəm. Bir sözlə, yəni hələ MİQ bilinmir nə zaman olacaq. Bu dəqiqə rəsmi heç bir açıqlama yoxdur ki, 2026-cı il üçün məktəbə qədər MİQ imtahanı filan tarixdə olacaq, elə bir şey yoxdur. Kim də deyir iyul ayında, inanmayın, çünki iyul ayında biz bilirik ki, MİQ məktəb müəllimlərinin imtahanıdır. Siz verə bilərsiniz icmaya, çünki siz Pəri müəllimə hazırlaşmısınız, ən azından bilirsiniz də, proqramı da keçmisiniz. Yəni sizin üçün problem deyil, rahat olacaq icma. Başa düşdüm müəllimə, təşəkkür edirəm. Oldu, mən təşəkkür edirəm. Yəni heç bir staj yoxdur, heç bir hətta 11-i qutaran belə yəni uğur qazanıb işləyir. Niyə də siz yox, əlinizdə diplomunuz var. Doğrudan 11-i bitirənlər icmada işləyə bilər. Bəli, bəli, hətta 9-u bitirənlər də şəhadətnamə ilə. Yəni orada heç bir ixtisas tələbi, staj tələbi yoxdur. Yəni attestatla belə yəni verirlər. Bəli. Əsas odur ki, 3-5 yaşlı uşaqlarla, məktəbə qədər yaşlı uşaqlarla işləmə bacarığı olsun. Uşaqları sevən biri olsun. Aydındır. Ona görə deyirəm ki, məsələn, qeyri-ixtisaslar heç olmasa bizim ən azından belə deyək də icmanın nə istəyir sizdən? 3-5 yaşlı uşaqların psixologiyasını istəyir. Ən azından inkişaf sahələri nədir biləndə, qeyri-ixtisas müəllimi bilsin ki, inkişaf sahələri nədir? Hansı inkişaf sahələri var? İndi bu axı onun ixtisası deyil, tərbiyəçi əzbər bilir bunu, MİQ-yə verənlər. Amma onu qeyri-ixtisas bilməlidir axı ki, o sualın cavabını verə bilsin. Bəli, müəllimə. Aha, yəni sertifikasiya müəllimlərinin də sualını yəni bu cür cavabladım. Yəni narahat olmayın, hazırlaşırsınızsa qala bilərsiniz, hazırlaşın. Yəni problem deyil o. O sualların Çox içində. sağ olun. Aha, siz sağ olun. Bəlkə elə alınacaq inşallah. Niyə biz elə indidən deyək ki, yox, niyə verirsə alınmayacaq? Elə bir şey yoxdur. Narahat olmayın. Qeydiyyatdan keçə bilərsiniz. Aha, vakansiyalarda çox güman ki, müəllimlər iyunun əvvəllərinə olacaq, yəni inşallah 15-nə kimi gözlənilir. İndi biz baxaq sualımızın davamına. Müəlliməmiz danışır, bilmədim, heç nə cavab verdim. Arada belə suallar olur, onun üçün mən fikrimi toparlaya bilmirəm ki, bu tipli sualda deməli biz uşaqlarla fəaliyyətlər təşkil edirik, sakit tipli fəaliyyətlər təşkil edirik ki, onların ən azından diqqətini cəlb edək. Ən azından ağlayan uşaqları rahatlatmağa çalışırıq, onlarla empatiya qurmağa çalışırıq, qayğı veririk o uşaqlara. Həmçinin də əgər valideynlər ki, narahatlıq keçirir, mütləq buna da bir aydınlıq gətirib yazmalısınız. Məsələn, belə yaza bilərsiniz ki, tutalım ikinci bir abzas altdan yazırsınız ki, deməli, valideynləri də təbii ki, burada sakitləşdirməliyəm. Çünki valideynlərə ən azından vəziyyətin normal olduğunu bildirərəm bu qaydada. Hər bir uşağın artıq belə deyək də adaptasiya mərhələsindən keçdiyini izah edərəm. Yəni bu buyurun normal bir haldır. Ay valideyn narahat olma. Onlar bir adaptasiya mərhələsi keçirlər və şəffaf, effektiv bir ünsiyyət modeli quraram valideynlərlə. Bax budur cavabı. Ən əsası, yəni bugün bu sualın cavabı budur ki, sonda nəticə sanki yazırsınız da. Ən əsası planlı bir şəkildə adaptasiya prosesi. Bizim problemimiz bugün adaptasiyadır. Çünki xaosun qarşısını almaq üçün müəllim düzgün adaptasiya prosesi qurmalıdır. Adaptasiya prosesi tətbiq edirəm. İlk günlər təbii ki, uşaq, valideyn birlikdə iştirak etməlidir. Çünki bayaq müəlliməmiz də vurğuladı ki, valideynlərin tez getməsini yol verməyim də. Yəni biraz uşaqlar valideynlə də təmasda olsunlar. Yəni sakitləşsinlər o ağlayan uşaqlarda, hansı ki, körpələr. Tanışlıq belə deyək də oyunlar təşkil edə bilərsiniz. Belə deyək, ilk günün tanışlığı ilə bağlı. Sonra belə deyək də, daha çox sosial əlaqələr yaratmalısınız. Sosial emosional inkişaf sahəsi budur ki, empatiya qurun.
ünsiyyət qurum, əlaqə yaradım, onun uşaqların qəlbini oxşuyum, yol tapım və bu kimi. Uşaqları ələ almağı bacarmalıyıq da. Bəli, bəli. Bəli, yəni bu ən çox sosial emosional inkişaf sahəsini stimullaşdırır. Bəli. Aha. İkinci suala keçidək müəllimlər. İcma əsaslı məktəbə qədər təhsil qrupunda yenə ilk gündür. Qrupda 3 yaşlı uşaqlar var. Onlar çox hərəkətlidirlər. Oyuncaqları açmaq, sındırmağa çalışırlar, yəni səs-küy edirlər. Siz də məşğələnizi keçə bilmirsiniz. Bu zaman siz hansı növ strategiyanızı qurmalısınız? Yəni, strategiya nədir müəllimlər? Müəllimin, belə deyək də, tərbiyəçilər, miqə hazırlaşan tərbiyəçilər bilir ki, strategiya bizim planlaşdırmamızdır. Strategiya bizim düzgün, belə deyək də, yol xəritəsi qurmağımızdır ki, yəni işi planlı, ardıcıl şəkildə yerinə yetirmək. Müəllimin yanaşması, düzgün yanaşma metodları qurması deməkdir. Və bugün, belə deyim də, ilk gündə ki, biz uşaqlarla, belə deyək, biz uşaqdan nə gözləməliyik? Biz uşaqdan sakit davranış birbaşa gözləyə bilmirik. Çünki bu heç real da sayılmaz. Xüsusilə də 3 yaşlı uşaqlardan söhbət gedir. 3 yaşlı uşaqlar bilir ki, orta qrup uşağıdır. Hələ onlar körpədirlər, yeni-yeni. Onlar artıq, belə deyək də, dirçəlməyə başlayırlar körpəlikdən çıxıb. Burada da çünki 3 yaş olduğu üçün biz burada yenə sosial-emosional inkişaf sahəsini vurğulamalıyıq olduqca. Ona görə ki, biz 3 yaşlı uşaqlarla emosional bir bağ qurmalıyıq. Yəni, emosional bağ yaratmaq eyni zamanda uşaqların maraq dairəsini müşahidə etmək lazımdır ki, bu uşağın müşahidə olduqca vacibdir, onu da qeyd edeyim. Çünki biz uşaqları birinci kəşf etməyimiz müşahidədən başlayır və müsbət bir münasibət formalaşdırmalıyıq. Yəni, hansı addımları ata bilərik burada? Mən istəyərdim birinci sizin fikrinizi bilin, müəllimin atdığı addımları. Hansı ki, uşaqlar çox hərəkətlidirlər, uşaqlar çox səs-küy edirlər, bir növ hiperaktiv deyirik, dəcəl uşaqlar. Hansı ki, biz də məşğələni keçə bilmirik. Buyurun. Yəni, öz fikirlərinizi bildirin də. Mən hiperaktiv uşaqları əsasən oyunlar vasitəsilə, onların maraq dairəsinə görə hərəkətli oyun verə bilərik. Aha, bəli. Bəli. Hərəkətli uşaqlara hərəkətli oyunlar veririk ki, o uşaqların da maraq doğrusunda o uşaqlarda onlar bir yerdə otura bilmirlər. Ona görə oyun formasında onlarla məşğul ola bilərik. Məsələn üçün, idman hərəkətləri, qaçış, belə hərəkətlər uşaqlara deyə bilərik ki, yürümək, müəyyən idman hərəkətləri göstərə bilər də elə uşaqlar. Ay, sağ olun. Məsələn, deyirəm ki, hərəkətli oyun, məsələn, kim topu tutacaq uşaqlar? Ay, sağ ol, deyirəm, məsəl üçün, rəngi tap oyunu və s. Amma o uşaqlar da biraz elə bil hövsələsiz olur da o uşaqlar. Ona görə hərəkətli oyunlar verə bilərik. Bəli, onlar bütün enerjini istəyirlər ki, bax, enerji çıxarmaq deyirik. O hərəkətlərlə onlar sakitləşirlər, yəni onlar istəyərək eləmirlər. Çünki onlar biz bəzən qınayırıq o tip. Amma onlara maraqlı gəlir mənim hərəkətli oyunlar. Onlar özləri hərəkət sevir deyə. Bəli. Elə hərəkətli oynananlarda onlarla məşğul ola bilərik. Ay, sağ olun. Yəni belə deyərdim də, bax birinci addım nə olardı? Siz dediyiniz addımdır. Çünki mən də öz fikrimi demək istəyirəm. Axşamınız xeyir, buyurun. Mən fikirləşirəm ki, hiperaktiv uşaqlar onların bir müsbət cəhəti də odur ki, onlar sürətli düşünürlər, fərqli düşünürlər. Elə bil ki, onların müsbət cəhəti odur ki, onlar quruculuq işində çox yaxşı olurlar onlar. Quruculuq işində. Onlara quruculuq işi verəriksə, Lego yığmaq, bəli, konstruktiv fəaliyyət verəriksə, onlara bu fəaliyyət çox maraqlı gəlir. Məsələn, oğlandırsa bir qaraj qurar, qızdırsa məsələn, muncuq işlərindən verərik ki, onlar başı qarışsın. Çünki onlara çox maraqlı gəlir belə işlər. Onların enerjisini faydalı istiqamətə yönəltsək daha olar.
Əlbəttə, nəinki belə bir vəziyyətdə, belə deyim də, uşaqlar sındırsın, töksün, hətta bir-birlərinə də xətər yetirirlər. Axı daha təhlükəli vəziyyətlərə gedib yol açır. Doğrudur. Bəli, bəli. Doğrudur. Təşəkkür edirəm müəllimə. Bax, Çox sağ olun. bu birinci etapdır, birinci addımdır. Bax, hər iki müəllimənin Yəni hərəkətli uşaqlara bir də mən öz təcrübəmdən deyərdim də, bağçada mən onlara musiqi qoyanda onlar çox sevinirlər, hərəkətli uşaqlar, oynamaq. ritm görürlər, Bilirlər. axı ritm duyurlar. Bəli, bəli. Əlbəttə, onlar Ən çox maraqları oyunadır onların, mahnıya. Aha. Həm oynasınlar, həm tullanıb düşsünlər, Yəni oynamağı hərəkətlər, sevirlər. həm də musiqi. Eyni zamanda fiziki inkişafdan Bəli, toplanıb düşürlər, mahnı qoyuram, onlar Aha. sevinirlər, oynayırlar. Ay, sağ olun. Ali uşaqlar görsün müəllimə də dedi, sürətli beyin inkişafı, həm də belə deyək də, həm quruculuqları, həm də ki, musiqi duyumları güclü olur. Beyni yaxşı inkişaf etmiş uşaqlar da əslində olar. Aktiv fəaliyyətli uşaqlar, yəni bunlar heç vaxt passiv olmurlar. Birinci addım bax bu oldu. Sırf hərəkətli, yəni uşaqlara bizim oyun qurma qaydamız, musiqi verin və yaxud da onlara belə deyək də iti sürətli beyni işlədək belə deyək fəaliyyətlər tutalım. Bax, biri konstruktor oyunları verin, quraşdırma. Daha bir başqa bir addım, ikinci bir yanaşma nə olardı müəllim? Müəllimə olar mən də danışım. Aha, ikinci yanaşmanı Fikrimi deyim. Aha. Müəllimə, həmçinin bu konstruktorlarla, legolarla, puzzle'larla oyun uşaqların diqqətini, təfəkkürünü inkişaf etdirər. Müəllimə həmçinin burada deyir ki, məsələn, uşaq oyuncağı sındırarsa nə edəsiniz? Təbii ki, onlara acıqlamaq, yəni pis rəftar eləmək olmaz. Onlarla empati qurmaq lazımdır. Məsələn, oyuncağa, hər hansı bir şeyə qarşı sevgi hissi oyatmaq lazımdır ki, məsələn, demək lazımdır ki, sındırmaq olmaz. Onlarla yaxşı rəftar eləmək lazımdır. Bəli. Sonra Yəni formada siz onu müəllimə. şifahi sözlü, belə deyək, verbal formada izahı verirsiniz mütləq şəkildə. Ən əsası göz təması qurmaq, bunu da qeyd eləyin. Göz təması quraraq uşaqla sakitləşdirməlisiniz. Hətta yeri gəlsə müəllim dizə qədər əyilib göz təması qurmalıdır uşaqlara. Bax, bəli, mütləq. Yəni yumşaq səslə, yumşaq səs tonunuzda onları danışdırmalısınız, onları başa salmalısınız. Eyni zamanda bax, sadə qaydalar qoya bilərsiniz uşaqlar qarşısında. Tutalım, əvvəlcə uşaqlar dinləyək, gəlin bir-birimizi dinləyək, sonra oynayaq, məsəl üçün. Yəni birinci növbədə o hərəkətli uşaqların maraq dairəsində maraqlanmalıyıq. Uşaq nələri sevir? Aha, təbii ki. Təbii ki. Onları maraqlana bilər. Bəli, təbii ki. Çünki bu gün bizdə sual nə deyir? Deyir ki, 3 yaşında uşaqlardan söhbət gedir ki, yəni hərəkətlidirlər, oyuncaqları açmaq, sındırmağa çox meyillidirlər də səs-küyə. Və biz burada əsas məsələ nədir? Məşğələmizi keçə bilmirik. Bizə mane olur bu qədər səs-küy. Bəs biz ortalığı necə qayda qanuna qoymalıyıq ki, həmin uşaqlara biz məşğələyə yönəldək? Yəni həmin o hərəkətlilikdən, hiperaktivlikdən çıxarıb onları məşğələyə adaptasiya edək. Bu sualın məqsədi, bugün cavabı bizdən məşğələyə adaptasiya etməyi soruşur bizdən ki, necə eləyirsiniz də addımlarınız, strategiyanız. Bəli, müəllim. Müəllim, məşğələ arası fasilə kimi idman hərəkətləri ilə uşaqları maraqlandıra bilərik də. Onlar da hərəkətli. Məsələn, keçən il belə deyək, bunu hətta bu düzdür, belə tipdə müsahibədə də verirlər. Bunu amma yazılı formasını test mərhələsində açıq sual şəklində verirlər ki, yenə deyirəm, çox uzun-uzadı söz yığınağı yazmayın. Əsas bax bu dediklərinizi qeyd eləsəz, valla 1+ öndəsiz. Məsələn, başqa nə deyə bilərsən? Orada müəllimlərdən biri yazmışdı ki, məsələn, müəllim məşğələnin əgər həmin uşaqlar ki var, indi hamısı hiperaktiv olmayacaq ki, olsun 3-ü 4-ü maksimum. Ki, onlar elə bəs eləyir də o qrupun ab-havasını dəyişməyə. Həmin uşaqlara bax deyirik, müəllim buyurur köməkçisi kimi ki, get, gəl, apar, gətir. Bir növ öz əlaltı köməkçisi kimi uşağa hərəkətli fəaliyyət buyruq, tapşırıq verir. Yəni oyunlardan da əlavə siz uşağa öz köməkçiniz kimi buyruq verirsiniz ki, məsəl üçün sən mənim yanımda köməkçim ol. Mən nə deyirəmsə mənim verdiyim təlimatı bax ayaqda bu fiziki hərəkətdir də, bu uşaq getsin, gəlsin, gətirsin, qoysun, götürsün. Çünki bu cür uşaqlar belə deyim də otura bilmirlər. Bu cür uşaqların oturmağı çox azdır. Yəni ki, otursun, sakit formada qulaq assın. Bunlarda diqqət psixoproses olduqca zəifdir. Çünki diqqətləri yayınıqdır da, hiperaktiv uşaqlar diqqət əksikliyindən əziyyət çəkirlər.
Ona görə də yəni biz bu cür uşaqları bax belə də müəllim tapşırığı ilə biz yönləndirə bilərik öz yanaşmamızda da təbii ki. Yəni məsəl üçün deyirəm ki, digər müəllim və yaxud da tutalım ki, əgər burada valideyn dəstəyi də olarsa, biz valideynə də müraciət eləyib, həmin uşaqların valideyninlə bərabər sakitləşdirici fəaliyyətlər də məsəl üçün təşkil edə bilərik. Bir də ki, mütləq şəkildə bir uşağa biz məsuliyyət verməliyik. Yəni biz elə bir məsuliyyət ab-havası yaratmalıyıq ki, uşaq o məsuliyyəti dərk etsin. Yəni ən azından şəxsi məsuliyyətini dərk edib o belə deyək də tapşırığın öhdəsindən gəlməyə stimul tapsın. Yəni maraq yaransın onda. Aha. Tutam deyirəm ki, məsələn deyirəm ki, oyuncağı niyə qırırsan? Onun məsələn oyuncağın faydaları haqqında uşağa başa salaram. Yəni belə deyək də daha çox empatiya quraraq, şifahi sözlü təlimatlarla, eyni zamanda həmin o praktik hərəkətli oyunlar tətbiq edərək, yəni bu cür formada yəni addımlarınızı yazın. Yazanda da yazın tutalım birinci addım bu, ikinci addım. Bax belə də yaza bilərsiniz ki, çünki fikirləriniz bir-birinə qarışmasın. Çünki strategiyanı soruşsa tutalım birinci addım budur, bu planımdır, ikinci addımda bunu yerinə yetirərəm. 1, 2, 3 addımınızı bu cür formada yaza bilərsiniz də. Yəni abzasdan yazıb bu cür. Müəllim, bir də məşğələyə aid əşyalarımızı bildirə bilərəm ki, həmən uşaqlara kömək versinlər, əşyalarımızı gətirsin, sonra məşğələ bitənə yaxın yerinə yığaq, şkaflara, rəflərə yığaq. Bəli, bəli. Onu ki, buyurursunuz ki, tutalım get köşədən, tutalım həmin belə deyə resursları gətir və yaxud da oyuncaqları bərabər Uşaqlar sevirlər, onlarla buyururam, bəli, bağçada. Hələ mənimkilər kiçik qrupdur. Onlar sevirlər. Mən deyirəm ki, get bax, məsəl üçün şkafdan oyuncaqları gətir, yürüyüb gətirirlər. Xoşlayırlar elə. Buyruq çox yaxşı. Çünki elə bax onu deyirəm də, məsuliyyət oradan formalaşır. Ki, yəni qoyulan ən kiçicik qaydanı, təlimatı uşaq anlayıb yerinə yetirə bilsin. Keçdik 3-cü suala müəllimlər. Qrupda 4 yaşlı bir uşaq heç kimlə oynamır, qrup fəaliyyətlərinə qoşulmur və tək başına bir küncdə oturur. Yəni bu uşağın bir sözlə ünsiyyət problemi var. Çünki bu uşaq ünsiyyətə girmək istəmir, heç kimə qaynayıb qarışmır və tək başına qalmağa üstünlük verir. Yəni aydın şəkildə bəlli Mən deyim müəllim, bu asosial uşaqdır. Ha? Sizin yanaşmanız necə olmalı? deyə bilərəm müəllimə. Buyurun. Müəllimə, mən elə bil ki, bağçaya imtahan vermişdim, amma balım az olduğu üçün qəbul edə bilməmişdim. Onun üçün məni məzuniyyət yerinə çağırmışdılar işləməyə. 2 ay müddətində gedib işləmişdim. Həmin müddətdə orada bu formada bir uşaq var idi. Yəni heç kəsə qarışmırdı, uşaqlarla oynamırdı, heç kimlə ünsiyyətə girmirdi. Amma mən o uşaqla elə çalışdım ki, bu 2 ay müddətində. O getdi uşaqlara qoşuldu, müəllimlərlə, oradakı işçilərlə söhbət eləməyə başladı. Onunla şəxsi söhbətlər aparırdım. Məsələn, nəyi xoşlayırsan, nəyi sevirsən, məsələn, hansı uşaqdan xoşun gəlir, kimlə oynamaq istəyirsən, onu yavaş-yavaş özü o qədər ağlayan uşaq idi müəllimə, heç kəsə qarışmırdı da, ağlayırdı, otururdu bir qıraqda. Onunla yavaş-yavaş empatiya qura-qura, ünsiyyət qura-qura yavaş-yavaş uşaqlara qoşuldu. Onlarla başladı oynamağa, sevinməyə, gülməyə. Bəli. Yəni Yəni ki, bu gün hadisə sizin məndə daha başa çox gəlmişdi. hansı dəstəyiniz ona kömək oldu? Sosial-emosional inkişaf sahəniz, ünsiyyətiniz. Sevgi, sosial-emosional ünsiyyət də, həmçinin sevgi, qayğı, bu hisslərdə. Aha, bəli. Deməli, bax burada məsələn bu sual elədir ki, bu sualın cavabını biraz belə deyim də, yanaşmalar var burada da. Məsələn, tutalım deyərəm ki, yumşaq şəkildə birinci yaxınlaşmağı, yanında əyləşib onun oynadığı şeyə maraq göstərməyimi, məsəl üçün maraq göstərdim ki, sən nəyi istəyirsən? Məsələn, sizin kimi məsələn. Deyirəm ki, sənin marağın hansı fəaliyyətdədir ki, sən bugün yaşıdlarına qatılmaq istəmirsən? Bu da uşaqda ən azından özünü dəyərli kimi hiss etməyə kömək edər ki, demək ki, müəllimim mənə dəyər verir və gəlib mənim öz maraq dünyamdan, belə deyək də, fəaliyyət maraqlarımdan maraqlanır da müəllim, məni istəyir. Bu da onun özünü biraz da ruhlandırır, uşağa ruh verir. Sonra
Həmin uşağı 4 yaşında həmin o uşağı tək-tək bir fəaliyyətə dəvət eləyərəm. Yəni qrup oyununa yox, tək fəaliyyətə, fərdi şəkildə. Bir növ müəllimə yavaş-yavaş da müəllimə elə bir ki, yavaş-yavaş Tədricən, adaptasyon. bu Bəli, tədricən. tədricən istəyir bizdən. Birdən-birə heç kim onu kim deyir, yalan olar təbii ki. O birbaşa belə deyək, tətbiq olması bir fəaliyyət də deyil qəti şəkildə. Çünki biz bunu görürsüz deyək ki, birdən-birə oyun fəaliyyəti, belə deyək, qrup oyununa yox, qruplarla yox, fərdi şəkildə ən azından bir cütlə verə bilərsiniz. Cütlərlə iş forması verə bilərsiniz ki, tutalım ikilikdə bir fəaliyyət verəsiniz digər bir yoldaşla. Müəllimə, sosial uşaqlar rəsm çəkməyi çox sevirlər. Aha, Rəsm şəkil maraqları. çəkmək, bəli. Puzzle da istəyirlər ki, puzzle falan qursunlar. Çünki niyə? İdrakları var. Onların ünsiyyəti çox azdır, amma idrak beyinlər yaxşı inkişaf eləyir həmin uşaqların. Yəni belə deyək də bu gün didaktik tapşırıqları onların qarşısına qoyun, valla elə yaxşı yerinə yetirəcəklər ki, amma öz-özlüklərində tək şəkildə. Aha, sonra deməli mən uşağı fəaliyyətə cəlb eləyirəm. Əvvəlcə tək şəkildə, fərdi şəkildə, sonra cütlə də verirəm, ikiliklə və yaxud da özümü oyuna qoşuram uşaqla bərabər. Birinci özümü oyuna qoşardım bir müəllim olaraq. Çünki mən onun axı qəlbinə yol tapıram. Mən axı artıq özüm başlamışam uşağın maraqları ilə, belə deyək də, uşağın maraqlanıram. Öz belə deyək, uşağın daxili dünyası ilə. Özümü oyuna qoşduqdan sonra başqa bir sakit uşağı da həmin o belə deyək uşağa oyuna əlavə edərək bir növ həmin uşaqla sosial bir körpü bağımlılıq qururam. Sosial bağımlılıq qururam. Yəni mənim burada nəyə yox deyirəm? Zorla ünsiyyətə məcbur etmərəm qəti şəkildə. Zorla heç bir şey ola bilməz. Sonra uşağın hazır olmadığı, tutalım sosial bir münasibətə, ünsiyyətə məcbur edilməməsi. Yəni mütləq şəkildə bunu yazırsınız, qeyd edirsiniz ki, yəni burada məcburiyyət olmamalıdır. Uşağın öz tempi ilə yavaş-yavaş alışmasına şərait yaradardı. Daha sonra ikinci bir addım nə olardı? Valideynlə əlaqə saxlayardım, həmin uşağın valideyni ilə. Onun da evdə tutalım bu cür davranıb davranmadığını maraqlanardım. Valideynlə söhbətlər aparardım. Yəni niyə? Sırf bu uşağın asosiallıqdan çıxarıb tədricən onun sosial bacarıqlarının formalaşdırılması üçün mütləq valideynlə siz bir əməkdaşlıq strategiyası qurmalısınız. Necə? Əməkdaşlıq əsasında yanaşma strategiyası qurmalısınız ki, strategiya zaten yavaş-yavaş planlı şəkildə tədricən həyata keçirilən belə deyək də təlim fəaliyyətidir. Planımızdır bizim. Sonra ən əsası bu mövzuda mən uşağın müstəqil oyununa, müstəqil şəkildə bacarıqlarına dəyər verərdim. Çünki belə uşaqları biz birinci özünü kəşf etməliyik, özünə tək fərdi şəkildə yaxınlaşmalıyıq, fərdi oyuna sövq etməliyik, daha sonra cütlə verərəm və yaxud da qrupa yavaş-yavaş. Birdən-birə yox və bəzən də təklikdə oyun, sərbəst bir oyun verib onların yaradıcı fəaliyyətini inkişaf elətdirərəm. Və bir də mütləq tərifləmə olmalıdır belə vəziyyətdə. Niyə? Tərif, rəğbətləndirmə verəndə uşaq daha da belə deyək, motivasiyası artır. Uşaq özünü daha etibarlı bir mühitdə olduğunu, güvənəcəkli bir mühitdə olduğunu hiss eləyir. Çünki artıq o öz müəlliminə güvənməyə başlayır. Müəllim, birinci növbədə uşağa sevgi verməyi bilməlidir də müəllim. Təbii ki, birinci sevgidən biz empatiya qururuq, başlayırıq. Valideynlə ünsiyyət Valideynlə ünsiyyət qura bilməyən tərbiyəçi, müəllim uşaqla sinifi də idarə edə bilmir də, müəllim çətindir elə. Təbii ki. Birinci təbii ki, siz uşağını sevsəz, dəyər versəz, uşaqla dil tapa bilsəz, o uşağın valideyni də sizi istəyəcək, yəni. Çünki uşaq ən azından gedib evdə anasına deyəcək ki, yəni mən müəlliməm o dilindən düşməyəcək uşağın, elə vəziyyətdə də valideyn də istəyir müəllimi. Aha. Ona görə uşağın qəlbinə əsas yol tapmaqda valideynin yox. Birinci uşağı, sonra o valideyni. Çünki deyək ki, əsas mənim övladım eləsin. Valideyn sizinlə olmur ki, uşaq sizinlə olur. Aha. Keçdik 4-cü suala müəllimlər. Sonuncu sual bunu göndərmişdim ki, məsələn, Zəhra icma əsaslı təlim qrupundadır.
Qrupa adaptasiyası və yaşına uyğun davranışları yerindədir. Amma söz ehtiyatı olduqca zəifdir. Nitqində ləngimələr çoxdur. Uşaqlarla mehriban olsa belə, bəzi hallarda özünə qarşı aqressiv olur. Əsasən uşaqlar onun oyuncağını alanda Zəhra öz saçını yolur, özünü vurur. Belə vəziyyətdə Zəhranın müəllimi hansı addımları atmalıdır? Yəni bu da belə biraz Belə bir uşaq olmadı. olur, Hə. bir problemli uşaq. Yəni bu olan deyirəm də mənim. Mən o uşağı elə bir öz uşağım kimi də elə istəyirdim, sevəliyirdim. Uşaqlar onu incindəndə deyirdim ki, dəyməyin də ona. O çox elə bir ürəkli olurdu o uşaq. Sonra da danışdı müəllim. Elə bir ildən sonra danışdı həmən uşaq. İndi sərbəst danışır. Aha. Qucaqlayırdım. Bax elə bir sevgi istəyirik. Elə uşaqlar sevgi istəyir. Əsəbləşəndə qucaqlayırdıq uşağı. Sakitləşdirirdik. Aha. Çox niyətlənirdi. Danışa bilmirdi, müəllim əsəbləşirdi. Başqa fikirlər varmı? Mənə maraqlıdır fikirlər. Bu sualla bağlı. Müəllim o bir də o elə uşaq bax o da rəsmə çox marağı var idi. Mən valideyninə dedim ki, bunun rəsmə marağı var da rəsmə qoyun. Qoymadılar amma. Gözəl şəkildə çəkildi. Görürsüz deyir ki, mehribançılığı yerindədir. Yəni bu uşağın duyğuları, Çox mehribandır. Bəli. həqiqətən də, yəni yoldaşlığa da meyllidir də bu cür uşaqlar, çünki aqressiv deyil bu belə uşaqlar. Amma əsəbləşirdi müəllim, danışa Özünə bilmirdi. qarşı Uşaqlar aqressivliyi var da, yəni əsəbidir, bəli, əsəbi o problem o beyinlə bağlı, demirəm, nevrolojidir. Ola bilər, ola da bilər, olmaya da bilər. müəllim danışdı, indi yaxşıdır, düzəlir. Danışır uşaq. Sadəcə bugün bizdən bax yenə deyirəm, sual hamısı müəllimin. Görürsüz bütün suallarda fikir verdiniz, yanaşmanız, strategiyanız, necə idarə edərsiniz, hamısı Birinci müəllimin. növbədə sevgi, müəllim əsas sevgidir. Uşağa sevgi göstərməlisən ki, o əsəbləşəndə sakitləşdirə biləsən uşağı. Onlar cavab verim mən. Yəni belə bir durumda ilk öncə çalışardım o ilə, yəni əlini astaca tutum, onun səviyyəsinə enim, göz təmasına qurum. Yəni ilk əvvəl yəni çalışmaq lazımdır ki, düşünürəm ona özünə zərər verməyinin qarşısını alaq. Aha. Və sonra məsələn onu danışmağa çalışmaq ki, hə sən bunu istəyirsən, bunu demək istəyirsən və onu yəni anlamağa, o hiss eləməlidir ki, mən onu anlayıram. Düşünürəm ki, o onu hər dəfə bu şəkildə hiss eləsə, o özü də çalışacaq danışmağa. Və yəni başqa da yəni ümumiyyətlə uşaqlara hər bir halda gedən yol sevgidən başlayır da. Dəcəli də, aktiv olanı da, asosialı olanı da. Mənə elə gəlir ki, o ilk növbədə o sevgini, o güvəni o hiss eləsə, o tədricən birdən-birə o hərəkətdən əl çəkməyəcək. Görünür ki, evdə də bu şəkildə davranıb. Yəni birinci hal deyil də. Yəni mənə elə gəlir tədricən bu və onunla artıq onu danışmağa cəhd eləyən hər dəfə necə deyim, işlərmi deyim, tapşırıqlarmı deyim və tədricən düşünürəm, əgər bir psixoloji, nevroloji bir problemi yoxdursa danışacaq. Aha, doğrudur. Aha, o da ola bilər. Yəni burada bugün biz müəllim olaraq addımlarımızı soruşur ki, mütləq biz onun birinci nitqi inkişafına köklənməliyik müəllimlər. Bunu qeyd eləyirsiniz mütləq. Çünki problemimiz bizim burada görürsüz göstərir ki, nitqi olduqca, söz ehtiyatı olduqca zəifdir. Niyə? Əlbəttə ki, söz ehtiyatı zəif olacaq. Çünki nitqində ləngiməsi baş verir. Ləngimələr var. Mehribanlıq davranışla əlaqədardır, əsəbilik davranışla əlaqədardır. Bugün görürsüz, məsələn, onun bizim kommunikasiyamıza, ünsiyyətimizə aidiyyatı yoxdur da. Uşaq var ki, məsələn, istəyir, can atır, amma ünsiyyət qura bilmir. Ünsiyyət üçün nitq lazımdır. Sərbəst danışıq uşağın dialoji nitqi formalaşmalıdır. Bugün biz ilk öncə məqsədyönlü fəaliyyətlər planlaşdırmalıyıq. Məsələn, uşağın nitqinin üzərində çalışmalıyıq. Uşağın nitqi ilə, bu da uzun müddətli bir prosesdir. Birdən-birə yəni biz nəticə əldə edə bilmərik. Çünki biz nitqi ilə, yəni mütəmadi çalışmalar apararaq, məsəl üçün, gündəlik danışıq oyunları təşkil edə bilərsiniz, mütləq məşqlər, danışıq oyunları, şəkil üzrə hekayə qurdurmaq uşaqda, ritmik şəkildə sözləri təkrarlama metodu verə bilərsiniz. Kukla teatrı verə bilərsiniz.
tutalım, praktikdir də bu indi. Yəni daha çox danışdırıq da elə uşaqlara. Problemli uşaqlarla çox məşğul Bəli, oluruq. bəli. Əgər loqopedlik bir durumu yoxdursa, indi mən o tərəfinin inklüziv tərəfə keçid eləmirəm də. Məsələn ki, uşaq var ki, bu uşaqla mütəxəssis məşğul olmalıdır. Kəkələmə üzrə mütəxəssis məşğul olmalıdır. Amma biri də var ki, ciddi bir problem deyil, sadəcə ləngimə var. Bu uşaq davamlı fikrini çatdıra bilmir, danışa bilmir, dayana danışır. Yəni bu uşaqlarda daha çox biz söz ehtiyatı, bir də ritmik nitqin düzəlməsi, yəni bu priyomdan istifadə etməliyik. Eyni zamanda fərdi nitq məşğələləri təşkil etsək daha yaxşı olar sırf Zəhra üçün. Fərdi nitq məşğələləri. Bir də indi keçdik özünə qarşı olan aqressivlik məsələsinə. Özünə qarşı aqressivlik davranışlarına görə tərbiyəçi müəllim belə vəziyyətdə öz emosiyalarını tənzimləmə bacarıqlarını uşağa başa salmalıyıq ki, biz bugün öz hisslərimizə, emosiyalarımıza, emosionallığımıza necə hakim ola bilərik? Belə deyək də, tutalım deyirəm ki, hisslərini sözlə ifadə et, özünə xətər yetirmə. Saçını, başını, özünü döymə, özünə vurma. Yəni uşaq var ki, elə durmur da, bu özünü də çimdikləyir, qıcanır, dişlərini sürtür, qıcıyır, nə bilim dırnaqları ilə belə tutur, sıxır əlləri ilə. Müxtəlif var da, yəni müşahidə eləmişik çoxdur. Ona görə də biz onu çalışın emosiyanı tənzimləmə bacarıqlarını sözlə ifadə etməyi uşağa öyrədin. Yəni yazanda bu formada yazırıq da. Bəzən danışıqla yazılış fərqlidir. Danışıq uzun gedir. Yazılışda amma siz onu lakonik formada yazmalısınız ki, oxuyan adam bilsin ki, siz artıq nəticəni bildiniz, yazdınız. Aydın olur müəllimlər. Orada sizin o kifayət qədər də vaxtınız yoxdur ki, o boyda siz orada dastan yazasınız. Vaxt da qısadır, həm də artıq uzun-uzadı yazılanları nəzərə almayacaqlar. Əsas bugün sualın məğzi nədir, hansı addımlar atmalıyam? Məsələn, birinci addımı dedim ki, nitqi üzərində işləməliyəm. Çünki problem birinci nitqindən başladım. Nədir? Nitqi söz ehtiyatı olduqca zəifdir, nitqində ləngimə var. İkinci addım artıq keçdim uşağın əsəbliyi, aqressivlik məsələsinə ki, niyə uşaq özünə xətər yetirir? Ətrafa vermir ha. Bu uşaq belə deyək də əsəbini, hikkəsini özündən çıxır. Aydın olurmu? Hisslərini sözlə ifadə etməyə, öyrətməyə qeyd etdim. Məsələn, ona tutalım belə bir praktik bir belə deyək də oyun verə bilərsiniz ki, didaktik bir oyun verə bilərsiniz. Özümü necə hiss edirəm adlı bir oyun tutalım. Ki, özümü necə hiss edirəm adlı bir kartlar təşkil edə bilərsiniz ki, o kartlarda emosiyaları, o smayliklər olur, tutalım ağlayan, güləyən, nə bilim, o hissləri tanıdan emosiyalar, emojilər olur ki, uşaq o belə deyək də o kartlardan öz emosiyalarını maraqlı, əyləncəli eləyində çalışın. Uşaq bədbin, küskün, belə deyək, sifət almış emojilərə çox belə deyək də həssas olmasın. Onlara tərəf çox onları dəstəkləməsin. Aha. İndi isə gəldik, tutalım ki, digər bir uşağın onun oyuncağını götürmə halına. Bu zaman artıq biz deyirik ki, artıq uşağa biz sakitləşdirici strategiyalar tətbiq edirik mütləq şəkildə. Sakitləşdirici strategiyalar bir növ fiziki mədəniyyət məşğələsində biz deyirik, sanki nəfəs alma, nəfəs vermə texnikası. Çünki nəfəs al, dərindən nəfəs al, sakit bir fəaliyyət mərkəzinə aparırsınız, guşəyə çəkirsiniz uşağı. Tutalım, belə deyək də, hələ valideynə qədər olan vəziyyətləri deyirəm ki, qrup otağında həmin uşağı necə sakitləşdirirsiniz ki, o özünə zərər yetirməsin. Çünki bu konkret özünə zərər yetirməkdir. Kiminsə övladına eləmir, özünə eləyir yəni. Və bir də bu davranışların dərindən səbəbini analiz etmək üçün valideyninə artıq əməkdaşlıq mütləqdir ki, çünki deyirəm ki, bu evdə də belədir. Tək uşaqdırmı, yoxsa bacı qardaşımı varmı, evdə də bacı qardaşından da mı bu halı yaşayırmı və yaxud da siz valideyn anasına qarşı da mı belədirmi? Uşaq var ki, heç anası ilə yola getmir də, yəni davranış pozuntusudur artıq o.
O biraz daha ciddi bir haldır. Yəni bu bugünkü bizim bu situasiyamızda olan Zəhranın vəziyyəti ilə bağlı deyil, o ağır bir durumda artıq. Məsələn, Zəhrayı biz ən azından belə deyək də kiçicik bir dəstək tutalım ki, lazım olsa hansısa bir loqoped psixoloq dəstəyinə yönləndirə bilərik. Əgər biz davamlı nəticə almasaq. Artıq nəticə almayanda məcburuq ki, biz onu psixoloji bir konsultasiya belə deyək, təşkil edək, hansısa bir psixoloqa yönləndirək yəni. Ona görə də məsələn biz bu metodları tətbiq etməliyik yəni icmada. Yəni budur bugün bu sualların cavabları, yəni addımlar. Sualınız varsa buyurun. Müəllimə, imtahan müddəti nə qədər olur? Nə qədər vaxt verirlər? 1 saat. Bəli. 1 saatdır. Mən dərs növbəsində də qeyd etdim ki, məsələn 100 tipli qapalı sualdır ki, olar ki, həmin o test şəklində sizə ki verilir, razıyam, razı deyiləm. Yəni onlara siz maksimum bir 20 dəqiqə vaxt ayırmaq, tutalım ki, yəni düşünürəm ki, yarım saat çoxdur o testlərin üstündə qalmaq. Çünki sizin geriyə qalan yarım saatınızı da siz çatdırıb o 3 sualı yazmalısınız. Düzü çatdıra bilməyən müəllimlər də oldu, amma heç olmasa çatdıra bilmirsinizsə ikisini yazmalısınız. İkisinə tam şəkildə, bax belə mən dediyim formada, əhatəli formada addımlarınızla, tutalım abzasınız, durğu işarələriniz yerində normal, artıq söz yığınağı olmadan tam şəkildə sualı əhatə edəcək şəkildə cavabınızı bildirəcəksinizsə, o keçərlidir, artıq keçirsiniz. Yəni orada indi ballar var da, qiymətləndirmə şkalası var ki, indi onu özləri bilirlər ki, məsələn, qapalı tipli sualı, məsələn, müəllimin psixologiyasını yoxlayırlar ki, neçə faizi keçdisə artıq, orada ortalama var da, ortalama göstərici var, onunla hesablayırlar. Neçə faizi keçdisə artıq bu müəllim məqbuldur, yəni keçir. Mənim açıq suallarda kompüter vasitəsilədir. Yox, yazılıdır hamısı. Yazılıdır. Oturub yazacaqsınız da, sizə kitabça veriləcək. Yazılı imtahandır bu. Mənim onda asan olardı. Bu MİQ imtahanı kimi kompüter formatında deyil müəllimlər. Bu sizə Hamısı yazılı. Hamısı da, yəni testləri də üstündə dairəni işarələyəcəksiniz də, qələm mütləq qəşəng yazanı Mənim qələmlə onda asandır da. Mən nə bilim kompüterlə verir. Yox. Asad deyəndə müəllim, Asad ona deyirəm ki, müəllim tam belə deyək də məlumatlıdır, müəllim artıq öz psixologiyasını özünü tanıyır ki, bugün o 100 sualı çox rahat şəkildə vaxt itkisi yola vermədən, yəni vaxt aparmadan öhdəsindən gəlir. Çünki sürətli işləməlisiniz də, vaxt müddət qısadır, 1 saat nədir? Bəli. Aha, başqa? Mən qeydiyyat elə Müəllimə bizdə başlamırdım. mesajlar Gmail üzərindən yəni göndəriləcək. Gmail, keçən il Gmail-lə olmuşdu, bəli.